var, verelim. Alacaq hayır. Ziya Məmmədova. Evi deyirsən də abi. Evi yox, Güləmoy Nazirliyin Nazirliyin qapısının ağzına aparıb qoyuram. Ziya Məmmədovanın hədiyyəsidir. Sən nəyə əsasən edirsən? Niyə əsasən ki, yəni qalib gəldiyinə görə mən nə qədər müraciət eləmişəm bütün aidiyyəti orqanlara, polisə, prokuraturaya, prezident aparatına, mənim ərizələrimə baxılmayıb. Heç birinin vecinə də deyil. Milli Məclisə dəfələrlə təpik döymüşəm. Heç kəs baxmır. Dayı da getirib mənim ərizələrimi göndərirlər departament işçilərinin özlərinə ki, bütün bu işlərə onlar özləri quldurlara, kim ki quldurluq eləyib mənim ərizələrimi göndərirlər quldurların özlərinə ki, quldurlar baxsın bu işə. Bu bir. İkincisi də mən Qarabağ əliliyəm. Ne oldu, ne məsələdir? Sənədi alıblar? Yox, mənim sənədlərimi də alıblar, qardaş. Açarımı da qırıblar, maqnitofonumu da qırıblar. Təqdim eləmişəm ki, Qarabağ əliliyəm. Mənim yəni maşınımı qırıb eləməyim, mənim imkanım yoxdur bugün ödəməyə pul. Mən ödəyərəm sizə bir neçə vaxtdan sonra. Ödəniş nə qədərdir ki? Ödəniş, onlar tələb edirlər ayda 60 manat, amma hansı ki, bu eləyir cəmi cümlətən 20 manat. 18 manat lisenziya, 18 manat vergi eləyir, 1 manat 83 köpük də eləyir lisenziya, aylıq lisenziya. 20 manat. Hansı ki, onlar aya 60 manat bu hər bir qeyri-qanuni olaraq bütün sürücülərdən, bütün respublikanın sürücülərdən bir belə rüşvət alırlar. Bütün orqanlarda göz yumur onlara. Avropa oyunlarına kim qalib gəlibsə hədiyyə verib, mən də uduzmuşam. Ziya Məmmədovun ordusu qalib gəlib, mən də Ziya Məmmədova öz maşınımı hədiyyə verirəm. Baxmayaraq ki, mənim ailəmin, evimin çörək ağacıdır, mən ona hədiyyə verirəm.